Ben size çok maraqlı bir kitap hakkında danışıram. Bu Timur Lenk hakkında olan kitapdır. Justin Marozzi, İngiliz tarixçisidir, gənc bir tarixçidir. Ama Timur Lenk'in keçdiyi yolu öz təcrübəsindən keçirərək bu kitabı yazıb. Həm də təbii ki, tarixi mənbələrə əsaslanaraq. Timur Lenk niyə görə Timur Lenk idi? Lenk farsçadan axsaq idi, Timur axsaq idi. Avropaya isə Tamerlan kimi getmişdi. Avropanı qorxudan ən böyük fatihlərdən biri idi Timur. Hələ o vaxtı 15-ci əsrdə Christopher Marlowe, hansı ki 29 yaşında öldürüldü və onun öldürülməsi də bəlli değildi. Tamerlan is a great diye bir facia yazdı. O facia Timur Lenk'in qəddarlığını gösteren bir faciaydı ve o London'da tamaşaya koyuldu. Çok kısa bir zamanda büyük bir auditoriya kazanabildi ve o həmin facianın ikinci hissəsini yazandan sonra 29 yaşında müəmmalı şəkildə qətlə yetirildi. Düzdür, onun qətlə yetirilməsinin 100%lik səbəbi ola bilər ki, bu əsər olmasın. Amma hər halda o tarixçilər bununla bağlı yekdil bir rəyə gələ bilmirlər. Həqiqətən də o dünyanı lərzəyə və qorxuya salan Tamerlan əsərini yazmasaydı o qətlə yetirilərdi, yoxsa yaşayardı. Hər halda burada bir təsadüf ola bilməzdi. Timur apardığı müharibələrin heç birində məğlub olmadı 40 il ərzində. Timurun yarattığı imperiya əslində Britaniya, Rusiya, Osmanlı və digər belə böyük imperiyalarla müqayisə olunan imperiyadır. Onun ərazisi təqribən 4,4 milyon kvadrat kilometri aşırdı. Təsəvvür edin ki, müasir Tacikistan, Əfqanistan, Özbəkistan, Azərbaycan, Gürcistan, Ermənistan, Pakistan, Hindistanın bir hissəsi, bütün bunlar hamısı Timurun imperiyasına daxil edildi. Və onun üçün dünyada 3 qapanmamış bir qapı qaldı. Birinci Konstantinopol, Çin və Moskva. Əslində baxsın, Çinə yürüş edərkən 70 yaşında Qazaxıstan çöllərində qış günlərinin birində şaxtalı gündə Sətalcamdan öldü Timur. Hələ bugün də onun ölümü də müəmmalıdır. Necə oldu ki, böyük 200 min ordusu ilə yeni yürüşə hazırlaşarkən o dünyasını dəyişdi. Bu kitabda Timurun bütün zəfərləri yazılıbdır. Ən böyük yer ayrılıbdı İldırım Bəyazitlə, Osmanlı imperatoru ilə Timurun döyüşünə, haribəsinə. Əvvəlcə söz, məktublaşma döyüşü, sonra isə meydanda bir açıq orduların döyüşünə. Məsələ burasındadır ki, İldırım Bəyazit Konstantinopol mühasirəsindən ayrılıb Birləşmiş Avropa ordusuna qarşı döyüşdü və onlara qalib gəldi və fəxrlə onda deyirdi ki, Qızıl Ay Xaça qalib gəldi. Bundan sonra dərhal qayıtdı. Əslində baxsanız onun həmin təxəllüsü də, o ildırım sürətliliyi də onun tez manevr etməsində idi. Amma bu dəfə onun manevri ona kömək etmədi. Ankara yaxınlığında məğlub oldu Temur ordusuna və Temur ordusu onu əsir götürdü. Yalnız özünü yox, bütün ətrafını, hərəmxanasını və digər, o vaxt bu böyük bir rüsvayçı bir məğlubiyyət idi. Əsir götürəndən sonra onu qəfəsdə saxladı. Elə 8 aydan sonra İldırım Bəyazit qəfəsdə öldü. Bu Osmanlı tarixində çox biabırçı, çox rüsvayçı bir məğlubiyyət idi və bu məğlubiyyəti Avropa ədəbiyyatı xüsusən, Avropa tarixçiləri xüsusən böyük zəfər kimi qeyd edirdilər. Dünyanın ən ziddiyyətli və ən qəddar bir insanından bəhs edir bu kitab, Tamerlan kitabı. Onun qəddarlığının təkcə bir faktı deyim ki, necə bir qəddar olmasını nümayiş elətdirir. İsfahanda ehtiraza qalxan insanların başlarını kəsməklə və orada böyük bir qüllə 40 min baş kəsərək ondan böyük bir qala inşa etdi və bu dünyaya bir qəddarlığın bir simvolu olaraq bu dünyada yaşayır və eyni zamanda başqa bir faktdır, yoxsa fərziyyədir. Tamerlan, Timur Lenk öz ordusuna göstəriş vermişdi ki, hər gələn bir başa görə onun əskəri mükafatlanacaq. Yəni dünyada misli bərabəri olmayan bir böyük sərkərdə həm də ki qəddar bir insanın həyatından bəhs edir bu kitab. Qəribə bir şeydir ki, böyük
tarixçi Christopher Marlowe onun hakkında facia yazmıştı. O facia iller boyu London tiyatrolarında nümayiş elətdirdi. Ama təqribən 3 əsr sonra Justin Marozzi onun hakkında tarixi kitab yazdı. Hər ikisi ingilisdir. Ama görünür ki Tamerlan mövzusu hələ qapanmayıb. Tarix bunu öyrənməkdə davam edir. Şiddətlə tövsiyə edirəm. Tarixlə maraqlananlar bu kitabı mütləq şəkildə oxusun. Xoş mütaliələr arzu edirəm.